Bugün mən İsveçin Ruh qəsəbəsinə gəlmişəm. Yəni sözün əsl mənasında ruhların yaşadığı qəsəbə. Bu binaların hamısı bomboşdur. Görürsünüz. Burada heç bir yaşayış yoxdur. Burada da otel var. Tamamilə tərk edilmiş bir oteldir. İçəridə ruhlar yaşayır. Tərk edilmiş maşınlar. Şişeler kırık kırık. Evler bomboş. Xaraba vəziyyətdə. Burada içeride yangın olub ya nəsə. Bilmirəm deyəsən yanıb bura. Kimlərsə yandırıb. Buradakı ev də belə boş. Yəni bu binaların hamısı eyni vəziyyətdədir. Bu otel də belə. Bina da, bu da digər də. Yəni bildiyiniz əsl Ruh qəsəbəsidir.